Növbəti mövzu Şəddadilər dövlətidir. Şəddadilər dövlət olmadan öncə əmirlik formasının, Dəbil əmirliyi forması 951-ci ildə Məhəmməd İbn Şəddad tərəfindən yaradılmışdı. Sonra deməli əmirlik Məhəmməd İbn Şəddaddır. Dövləti Əli ləşkəri yaratdı. 971-1088-ə qədər mövcud olur. Əli ləşkəri Bərdə və Şəmkiri tutur, Salarların Arazdan şimaldakı feodal mülklərini özünə tabe edir. Sonra hakimiyyətə 985-1030-cu il Fəzli bin Məhəmməd gəlir. Fəzli bin Məhəmməd xırda feodalları öz ətrafından xırda feodallara tabe edir. Gəncə ətrafında olan xırda feodal mülklərini ləğv edir ümumilikdə və Dəbili birləşdirir və öz adına pul kəsdirir, Beyləqanı tutur, Gürcü və Xəzərlərə qarşı uğurlu mübarizə aparır, Şirvanşahlarla qohum olur, Tiflislə, Rəvadilərlə isə dostluq münasibətləri qurur, 1027-ci il Xudafərin körpüsünü tikdirir. Fəzli bin Məhəmməddən sonra gəlir Musa ibn Fəzl 1030-1034-cü illərdə hakimiyyətdə olur. O Beyləqanda qiyam olur 1030-cu ildə qardaşı qaldırmışdı. O isə böyük səhv olaraq Slavyanları köməyə çağırıb Beyləqanlara divan tutmuşdu. Slavyanlar. Hələ onlara hədiyyə də verib göndərmişdi onlar. Nəysə Oğuzlar məskunlaşır onun dövründə Azərbaycanın şimalında. Oğuzlar Rəvadilər hansı Rəvadilərin hökmdarı dövründə məskunlaşmışdı. Hansı Rəvadi hökmdarı dövründə Oğuzlar Azərbaycanda məskunlaşmışdı. Və yaxud da belə bir sual da ola bilər. Azərbaycanın cənubunda Oğuzlar nə vaxt məskunlaşmışdı? 1034-1049-cu ildə ikinci ləşkəri gəlir hakimiyyətə. 1037-ci ildə Bizans və Gürcülərə qarşı uğurlu mübarizə aparır. 1038-də Bizans ermənilərə qarşı uğurlu mübarizə aparır. 1048-də Şəddadilər Səlcuqlarla birlikdə Beyləqan, erməni və Gürcülərə qarşı uğurlu mübarizə aparır. Əbiyasvar Şabur 1049-1067-ci illərdə hakimiyyətdə olur. Onun dövründə Alanlar 1062-də Gürcülərin tərki ilə gəlmişlər, hücum etmişlər. O da Gəncənin ətrafına 1062-də xəndəklər qazdırır. 1063-də Gəncə qala qapılarını inşa etdirir. Sonra 1074-1088-ci 3-cü Fəzl sonuncu Şəddadi hökmdarıdır. 1088-ci ildə Səlcuqlar tərəfindən Şəddadilər dövlətinin varlığına son qoyulur. O zaman Səlcuq hökmdarı Məlikşah idi. Bu yazdıqlarımı qısa sual-cavab formasında soruşum. Şəddadilər dövləti harada yaradılmışdı, neçənci ildə yaradılmışdı? Dəbil əmirliyini kim yaratmışdı? Şəddadilər dövlətini kim yaratmışdı? Şəddadilər dövlətinin paytaxtı haraydı? Fəzli bin Məhəmmədin hakimiyyət illəri, onun dövründə kimlərə qarşı uğurlu mübarizə aparılır, kimlərlə dost olur, kimlərlə düşmən? Xudafərin körpüsü neçənci ildə inşa edilir? Bu hansı Şəddadi hökmdarın dövrünə düşür? Musa ibn Fəzlin hakimiyyət illəri, onun dövründə 2 mühüm hadisə. Sonra ikinci ləşkərinin hakimiyyət illəri, onun dövründə xüsusən 3 mühüm hadisə, Əbiyasvar Şaburun hakimiyyət illəri və onun dövründə baş verən hadisələr, sonuncu Şəddadi hökmdarı kimdir və nə vaxt neçənci ildə Şəddadilər dövlətinin varlığına son qoyulur, kimlər tərəfindən?